Salam aleykum, kanalıma xoş gəlmisiniz. Bugün sizə çox sadə, amma həyat dəyişdirə biləcək bir sual vermək istəyirəm. Heç fikir vermisiniz ki, gün ərzində telefonunuz əlinizdə neçə saat olur? Səhər oyanan kimi telefona baxırıq, sonra Instagram, TikTok, Facebook, YouTube. Bu videodan o birinə keçirik, xəbərləri oxuyuruq, paylaşımlara baxırıq. Bir də görürük ki, 2-3 saatımız heç hiss etmədən keçib. İndi isə sizə başqa bir sual verim. Əgər onsuz da hər gün internetdə vaxt keçirdirsənsə, niyə bu vaxt sizə qazanc gətirməsin? Çünki bugün minlərlə insan telefonundan sadəcə əlləmək üçün istifadə etmir. Onlar internet vasitəsindən əlavə gəlir əldə edirlər. Elə insanlar var ki, əsas da işindən sonra cəmi 2-3 saat ayıraraq qazanc əldə edir. Elə də insanlar var ki, zaman keçirdikcə bunu əsas gəlir mənbəyinə çeviriblər. Bəzən insanlar deyirlər, belə şeylər olmur, mən bacarmaram, bu yəqin ki fırıldaqdır. Mən bu fikirləri çox yaxşı başa düşürəm, çünki bir vaxtlar mən də eyni sualları verirdim. Amma sonra düşündüm, əgər başqaları bacarırsa, niyə mən bacarmayım? Araşdırdım, öyrəndim, başladım və gördüm ki, sadəcə düzgün sistem, düzgün komanda və davamlı işləmək lazımdır. Bugün dünya dəyişib, əvvəllər insanlar yalnız mağazaya gedərək alış-veriş edirdilər. İndi isə insanların böyük hissəsi internetdən istifadə edir. Məhsulları sifariş edir, onlayn işləyir və gəlir əldə edir. Və siz niyə bu imkanlardan istifadə etməyəsiniz? Məsələn, mən sizə demirəm ki, işinizi buraxın, sizə demirəm ki, böyük risk edin. Mən sadəcə deyirəm ki, boş vaxtınızı daha dəyərli edin. Axşam televizora baxmağa, sosial şəbəkələrdə saatlarla vaxt keçirtməyə vaxt tapırsansa, niyə həmin vaxtın bir hissəsini öz gələcəyimiz üçün ayırmayaq? Bəlkə də bugün əlavə gəlirə ehtiyacınız yoxdur. Amma sabah nə olacağını kim bilir? Əlavə gəlir heç vaxt artıq olmur. Bəlkə övladınızın təhsili üçün, ailəniz üçün, səyahət etmək üçün, ev almaq üçün və ya ki, sadəcə rahat yaşamaq üçün əlavə qazanc istəyirsiniz. Bugün üçün ilk addım atmaq lazımdır. Ən maraqlısı isə budur ki, bu işi tək görmürsünüz. Sizə hər şeyi addım-addım öyrədirlər. Necə başlamaq, necə işləmək, necə inkişaf etmək, bütün bunlara dəstək alırsınız. Bugün qərar verməyən insanlar bir il sonra yenə eyni yerdə olacaqlar. Amma bugün kiçik bir addım atan insanlar bir ildən sonra həyatının necə dəyişdiyini görə bilərlər. Bəlkə də bu video qarşınıza təsadüfən çıxmayıb. Bəlkə də bu sizin üçün yeni bir başlanğıcdır. Əgər həqiqətən maraqlıdırsa və bu işin nə olduğunu öyrənmək istəyirsinizsə, mənə şərhdə məlumat sözünü yazın, mən sizə geri dönüş eləyəcəm. Və mən sizə heç nə satmayacağım. Nə də ki, heç nəyə məcbur etməyəcəm. Sadəcə işin nə olduğunu, necə başlamaq lazım olduğunu və necə gəlir əldə etmək mümkün olduğunu ətraflı izah eləyəcəm. Bəlkə də bugün verəcəyiniz bir qərar gələcəyinizi tamamilə dəyişəcək. Məndəki kimi.